Uzatma avqust ayında 1 və yaxud da 2 ramkada qurt yumurta olur da. Biz Aran bölgəsində, Dağlıq bölgəsində biraz artıq olur. Çünki mən Aranlı dağlı saxladığım üçün məlumat verirəm. Ananın izolyasiya almaqdansa ramkanı götürüb, həmin o qurtlu ramkanı götürüb, dərmanlamanı eyni anda aparsas, daha yox məqsəd uyğun olmaz. Geyişmə olmur. Olar Parayın müəllim, sizin misal üçün deyirəm, sizin 100 dənə arınız varsa, orada 2 ramkada qurt götürürsə, biz orada 200 ramka edirik. Bəli. Biz o qurdu onu götürsək, gərək onu əridək biz başqa. Təbii də öyle olmaz. Təkrar qayıdıb verməyəcək kariyə. Bəli, təbii ki olmaz. İzolyatorun bir üstünlüyünü isə mən deyim, sizin sözün qüvvəti, niyə izolyator üstünlüyü? Siz izolyator eləyəndə bir yeşikdən 10 kilogram artıq bal verirsiniz. Bal mövsümü ayrı, bal mövsümündə daha effektidir. Amma bu gəniyə qarşı mübarizədə Gəniyə qarşı, əgər baxırsınız da indi görürük də bu ışıq yoran boyda samsıqlarından mən tərəfində o qədər isti olur ki, avqust ayında. Baxın ışıq, bir arada qurt yoxdur və bir ramkadan boydurlar. O burada oradan götürürəm, başına bal olsa süzürəm, al qurdu ramkanda qoyuram bu mərdəni əridirəm. 2 dəfə də dərman verəm, gələm. Mən də elə Allah razı olsun. Sağ olun. Təşəkkür ederim. Sağ olun. Hikmət dövründə nəfər işləyir. Mən indi Füzuli müəllim eşitmədik icabında onu dedim buradan. Bax bu maçalkalar mən niyə məşəbə edəcəkdi? Biraz o ana keçməzdə o mənəm ki o maçalkaları lent şəklində kəsə onun mexanizması arı tərəfində dişlənməkdir, düzdürmü? Bunu da mən ramkanın üstünə qoymuşam. Mən belə bir şey fikirləşirəm ki onu 3 sant, 4 sant elində kəsən üstdən yenişə salmayam. Yəni həmin prinsipdir. Amma həmin məqalədə bütün hər şey yapacaqsınız, tərcümələr hamısı. Amma siz qrupdasınız da, modern açılıb WhatsApp qrupdasınız. Ya orada demir üstdən yenişə salır. Orada deyir ki, ramkanın üstünə salır. Bilirəm, ona görə deyirəm ki, bunu biz tətbiq elədik, adətən. Misal üçün, elə arı var ki, bir mərtəbədən deyil, onun üstə örtük var da, meşokdur. O meşok da onu oradan örtəcəkdir. Oran onun çarpı qoyduğunu Amma yenə deyirəm, onun yazdığına görə 60-75 gün effektiv, 60-75 gün gələni faizinin artmasına nəzarət edə bilir. Növbəti sözü, ara ailələrinin yuvaları tərk etməsi bu il bütün arıçıların qarşılaşdığı ən aktual və ən ağır problemlərdən biridir. Ara ailələrin yuvaları tərk etmə səbəbləri və virus xəstəliklərlə bağlı qocaman və ixtiyar dəliqanlı arıçımız Qurban müəllimə dəvət edirəm ki, gəlsin. Məcburlar olsa daha yaxşı. Hər kəsi salamlayıram. Arıçılar kimi hamımız zəhmətkeş insanlar yığışıblar. Xahiş edirəm. Yüngülvari dərdlərimizdən, problemlərimizdən danışmaq istəyirik ki, bugün durumumuz nə yerdədir arıçılığın, hansı problemlərimiz var və nə etməliyik? Bax, belə bir sual ortaya qoyulur. Biz bilirik ki, elmi-texniki tərəqqi dövründə yaşayırıq. Bir ölkədən, Afrikadan, Asiyadan, Avustraliyadan bir günün içində uçaqlar gəlir. Bir ölkədən digərinə, o birisinə. Bunun qarşısını ala bilərikmi? Heç vaxt ala bilmərik. Həmin uçaqlarla gələn insanların paltarında, əlində gətirdiyi ərzaqda və hətta üzr istəyirəm, yediyi almanın çərdəyində elm bunu ispat eləyir. İstər infeksiyon, istər də invazyon xəstəliklər gəlir, viruslar da gəlir, olmayanlar da gəlir. Biz bunun qarşısını nə ilə ala bilərik? Heç bir şeylə ala bilmərik. O uçaqları qaytara bilərikmi, deyə bilərikmi, gəlməsin. Deməli, xəstəliklər dünyada yayılmaqdadır və yayılacaq. Bir dəfə bir arıçı məndən arı alırdı, 20 dənə arı aldı. Özü arıdan bir o qədər baş çıxmırdı, amma yanında gətirdiyi yaxşı bir arıçı idi. Arıları aldılar, baxdılar, yığdıq maşına. Bu zarafatla belə bir söz dedi ki, ay qurban, bu arıları satdın, hər şeydə bir garantiya da var da.
Sən bu arılara nə dərəcədə garantiya verərsən? Dedim ki, garantiya verərəm. Amma bir haşiyə çıxaram, Respublikamızda bir yerə arını qoyanda ümumiyyətlə Apis melliferanı o 5000 hektar əraziyə uçur. Orada çoxlu arılar var, çoxlu əkin sahələri var. Biri bir gün dərmanlayır, biri bir gün dərmanlayır. Sonra arıları 100 kilometrlərlə köçürdürük. Bir yer başqa rayonlardan ana arılar alırıq. Bu gedişatda nələr baş verir bilirsən? Mən garantiya vermək üçün gərəkdir ki, verdiyim arıların qanadını kəsim, ondan sonra sağ verim, sonra garantiya da verim, nə qədər istəyirsən. Bu da bunun könlünü biraz açdı, biraz doğrudan da hələ başqa ölkələrdən yox, ölkəmizin içində kaotik olaraq arıları dağdan arana, arandan dağa köçürdürük. İlqar mənim dediyi kimi varroa yayılır və virusları olanları da yayır. İndi belə bir şəraitdə biz nə edə bilərik? Bircə əlac yolumuz nədən ibarətdir? Arıçı səviyyəsində, arıçının içində sosial strukturu, arıçı səviyyəsində olanları bilmək. İndi varroa ilə bağlı ki, 30 il bundan qabaq varroa gəlmişdi bura Azərbaycana. Gələndə bircə dərmanla bir dəfə dərmanlayırdıq, bəs eləyirdi. İndi biz deyirik, düzdür, varroa günahkardır, söhbət yox. Amma meşədə, düzdür bu söz, söhbət yoxdur. Meşədə canavar quzuları yeyirsə, günahkar canavardırmı? Əsla. Günahkar çobandır və biz varroanı son illərdə 18 haplotura çatdırdı. İndi destruktor var, ondan sonra udiman var, sonra başqa 18 haploturdur. Bunları bu səviyyəyə çatdıran səbəb bizik. Biz eyni gündə dərmanlar eləməni o vaxt eləsəydik, indi də bu günə düşməzdik. İndi gələn yeni viruslar var, yeni xəstəliklər var. Onun gedişatını biz burada oturanlar, gedişatı arıçı səviyyəsində, yuvanın içində görə bilməlidir. Tutaq ki, bu əməl eləmirik bu qadəlara, yuvanın içində də bu arıda, bir arıda bu problem var. Onu biz arıçı səviyyəsində, necə ki, çoban canavarı tanımalıdır, çaqqalı tanımalıdır, ayını tanımalıdır, hansının dalınca gedəndə hansı silahı götürməlidir, hansının dalınca gedəndə hansı dərəcədə ehtiyatlı olmalıdır. Arıçı səviyyəsində bunları görə bilməliyik, ayırt eləyə bilməliyik. Onun dalınca gedəndə hansı tələni götürür, biz bunları bilməliyik. Respublikada askoçviroz bu illəri tüğyan elədi. Biz nə etməliydik? Onu ha vaxt tanımalıydıq. Biz qara ana arı virusu 4 reg, 5 regiondan götürülüb, aparılıb, göndərilib Türkiyə, 5-də də qara ana arı virusu çıxıb. Biz ona qarşı nə etməliydik? Bax, bu iki xəstəlik üzərində durmaq istəyirəm. Yəni, çoban həm çaqqalı, həm canavarı, həm ayını, həm bəbiri, həm kaftarı tanıdığı kimi, onlara qarşı ayrı-ayrı tələ qurmalı olduğu kimi, biz də bu xəstəlikləri tanımalıyıq. Mən ikisinin üzərində durmalıyam. Biri virus, biri də göbələk. Askoçviroz bu il ölkəmizi taladı. Məsələn, bir arıçı mənə zəng eləyib ki, mən arıları dağdan, aramdan getdim dağa, 3 gündən sonra askoçviroz baş aldı getdi. Heç gərək dağa gətirməyəydi. Deməli, bu adam askoçvirozun o gedişatını bilmir. İlk zədələnmə gedişatını bilmir. Askoçviroz o ki, göbəl deyirik ki, semişkanın içi xəstəliyi. Hamınız rastlaşa bilərsiniz. O 2 günlük sülfəni zədəliyir, 22 gündən sonra yuvanın içinə düşür. Deməli, 22 gün gedişatda bu gedişatı gözlə görmək mümkündür. Hətta zədələnəndə görmək mümkündür. Bəzən deyirik ki, bu laboratoriya yoxdur. Sən əgər canavarı tanımırsa, laboratoriyanın yaxasından tuta bilməzsən. Sən askoçvirozun gedişatını bilmirsənsə arıçı səviyyəsində, laboratoriyanın yaxasından tutmağa ixtiyarın yoxdur. Gərək onu tanıyasan, sonra bir yeşikdə varsa, onun tədbirini görərsənsə,
deməli, o arını xilas edə bilərsən. Yaxud laboratoriyaya çoban deyər ki, burada bu canavar var, o gələr yoxlayar, o quduzdur, yoxsa yox. Laboratoriyanın işi ondan ibarətdir, amma tanımaq sənin işindir. O ilk askosferozla zədələnəndə nə baş verir? 22 gün ərzində yavaş-yavaş quruma baş verir və gözlə görükür. O ki, arısı deyir ki, arxana gətdim dağa, deməli 22 günə o baş verir ki, quruyur. O 17 gün idi ki, o arı xəstə idi. Nətər? İlkin zədələnmə yuvanın, sülfələrin başında ağ yığıntı yığılır. Hələ askosferoz o birisi arılarına keçməyib, bir arıdadır. Sonra o ucu bizləşir, biz şəkilə düşür. 10-cu günündə başlayır sülfə tamamən o askospiyera göbələyi girir onun içindən, sülfəni təmiz parçalayır, onu daşa çevirməyə başlayır. Və onda tamamən görükür. 22 gündən sonra da düşür. Deməli, o dağa gətirəndə 17 gün idi ki, aranda bu baş vermişdi. 3 gün ərzində də nə üçün o yuvanın içinə töküldü və onu gördü. Deyir, 3 gün yağıntı oldu, nəmlik askosferoz yaratdı. 3 gündə arılar çölə çıxmır, yuvanın içində artıq yetişmiş askosferozdur. Çəkir, tökür içəri, çox görükür və deyir, hə, bu askosferoz yarandı. Amma ilkin vaxtda sülfələrin bir hissəsi ki, o ilkin variantda ki, ağzında, sülfələrin içində ağ yığıntı yığındı, biz vəziyyətə çevrildi, o vaxt sən ona nistatin versəydin, sarımsaqla müdaxilə eləsəydin, askosit versəydin, sən o yuvanı xilas eləyə bilərdin və o da gələcəkdə sənin arxanana, sonra da bütün respublikaya yayılmazdı. Yəni, ilkin bütün xəstəliklərin, Avropa çürüməsinin də, Amerika çürüməsinin də laborator törədicisi gözlə görülmür. Amma ilk gedişatı birbaş arısı gözlə görə bilir. Hər hansı biri haqqında, əgər söhbət düşsə, onun haqqında da bu cür danışa bilərəm. O da arısının məlumat kitabında yazılır. Əvvəldən axıra yazılır. Elə bil biz kitabdan qorxuruq. Kitabı oxumuruq. Hər bir arıçılığa başlayan paralel olaraq arısının məlumat kitabını əvvəldən oxumalıdır və o interneti tapa bilmirsən. Yuvada bir narazçılıq görən kimi aç, həmin xəstəliyin başlanğıcı axıra kimi ora yazılır. Onu da həmin yuvanı müalicə eləsən, deməli, həmin yuvanı xilas elədin. Həmin yuvanı xilas elədin, arxananı xilas elədin. Həmin arxananı xilas elədin, zonanı xilas elədin. Çünki arxananı, bəyək dedim, gəzdiririk axı. Zonanı xilas elədin, ölkəni xilas elədin. Deməli, bir vəziyyətdən asılı olaraq həmin zonaya gəlibdirsə həmin xəstəlik, orada onu xilas edir. Arıçı nüfuz eləməlidir, onu sanki elə bir canavar gəldi, orada çoban başa düşmədi, balaladı 10 oldu, sonra da 100 oldu, gələcəkdə bütün sürünü məhv elədi. Amma ilkin gələndə canavarın izini görsən, ona qarşı müdaxilə eləsən, gələcəkdə də həmin ərazidə canavar sənin arılarını yeməyəcək. İndi bax bu bir invazyon xəstəliklərin bir nümunəsidir. Askosferozun ilkin başlanğıcı. Hansı ki, o bizim ölkəmizdə bu illəri arılarımıza çox ziyan verir. Bir dənə də virus haqqında danışmaq istəyirəm. Bu da qara ana arı virusudur. Təqribən 2010-cu ildə stansiya Mingəçevirdə biz arı saxlayırdıq. Arı beçə tutulmuşdu. Mən də bu beçələrin məmələri, ana məmələri tez-tez qırırdım ki, anaya beçədən qaçsın. Ana məmələri beçə tutulmuş arıda qırmaq ən böyük cinayətdir, ən böyük yol verilməzdir. Əvvəla onu Rəhmətulli mübarədə yaxşı danışıbdır. Əvvəla onu oradan xilas eləyə bilməyəcəksən çətinliklə, həm də xəstəlikləri yayacaqsan. İndi onun, əgər beçəyə tutulub, anaların gözləri bağlanılıbsa, onun metodikası indi ayrıdır, ona keçməyək. Mən bunu qırdım, bir də gördüm ki, bir dənə ana arı yuvanın içində ölür, belə interesli sarı rəngdədir. Sonra o birisini qırdım, üçündən biri, bir də gördüm, o birisi də sarı rəngdədir. O birisini davam elədim, gördüm ki, bir neçəsi belə sarı ölübdür. Yuvanın içində... Ölü həm də qarantılı da, bir də qarantılı. Bizə dəqiqə ölübdür.
Getdim, mənim o vaxtı müəllimimiz Abbas müəllim oradaydı. Dedim ki, Abbas müəllim, burada belə bir şey var. O vaxt o məlum deyildi. O dedi ki, arılar əgər beçə verməlidən qayıdırsa, o analara elə təsir eləyir ki, hava ilə, onu içərdə öldürür. Ona görə də bu, bax, bu budur. Sonra bu Amerika kitabı, hansı kitabın müəllifi kimdir? Təzə çap elədilər və Kinyatoğlu da onu çap eləyib, Azərbaycanca çeviribdir. Oranı oxuyandan sonra gördüm ki, bu qara ana virusu, ana arı virusudur, 21-ci ildə. Elə 21-ci ildə də onu paylaşmışdım. Həmin məqaləni yazdım ki, ay qardaşlar, bizim 21-də. Məqalə də durur, hamıya da paylaşmışam. Bizim ölkəmizdə qara ana arı virusu var. Bu zaman ana arı yetişdiricisi xəstəliyi deyirlər ona. Çünki ana arı yetişdiriciləri onu yetişdirir, həmin ana arıdan yetişdirirsə, onların bəziləri ölür, bəziləri isə daşıyıcı olur, hamısı. Ana arılarda daşınır hər yana, bu xəstəliyi olduqca çoxaldır və bugünkü kütləvi arı ölümlərimiz baş verir. Bax, burada diqqətli olmaq lazımdır. Deməli, nə baş verir? Ana arının yetişdirirsənsə, 10 dənəsindən biri mütləq qırmalısan. Bu zaman orada torba xəstəliyi deyirik, kisəli qurd. Ruslar ona meşostiraspulat deyir, Türklər tulumsu xəstəliyi deyir. Bu, həmişə yayılmış bir xəstəlikdir. Qırırsan, onun elə bilirsən ki, arının balası torbanın içindədir. Torbanın içindədir. O, bax, belə çürümüş, saralmış. Onu kimi ana arı da elə torbanın içindədir. Amma əlavə olaraq, qovucuğun içi qaralır. Ona görə ona qara ana arı virusu deyirlər. Bu arılar, çoxları orada ölür, bəziləri isə daşıyıcı olur, gəlir, bizim arıların içində daşıyıcı kimi yumurta qoyur, o arının analıq orqanlarını zədələyir. Yumurta qoyur, arılar zəif çıxır, o da gah bütövlükdə zədələnir, gah da yarımçıq zədələnir. Arı çıxır, nə qədər rasxod gedir o arıya. Sonra yuvadakı işləri görə bilmir, sonra uzaq uça bilmir, az müddət uçur, bir də baxsan yuvada bal yoxdur. Baxırsan bu arı 5 ramkadır, 10 ramkadır, 10 kilo bal verir, bu arı 15 ramkadır bal vermir. Elə havaydan arılar arı yetişdirir, oradan da onlar bir müddətdən sonra ölür, yenidən xərc çəkir, yeni arı. Bir arının yetişdirilməsi üçün çoxlu enerji sərf olunur. Bax, indi bu iki məqamla danışın da, o birisilərə indi vaxtımız yoxdur. Bu iki məqamı, biri virus, biri göbələk. İndi birində bakteriyadan da danışmaq olur, amma onlar hamısı burada danışmağa heç lüzum yoxdur. Çünki arıçısansa, qardaş, sürücüsənsə rolu tanımalısan, əvvəl qanun qaydaları bilib, sonra rola oturmalısan. Təkərləri bağlamamış sürə bilərsən, arıçı olmaq üçün. İndi burada bir haşiyə çıxmaq istəyirəm. Tez-tez hökuməti günahlandırırıq. Hökumət filanı eləmədi, hökumət... Əsla bu, belə bir şey çox çətindir. Niyə? Çünki hər bir insan ixtiyarı var ki, 18 yaşına çatdı və yaxud daha tez arı saxlasın. 18 yaşına kimi arıdan heç xəbəri yoxdur. Amma birdən dağda bir dənə beçə görəndə bunu saxlama fikrinə düşür. Gətirir, bir yeşil tapır, arını ora qoyur, başlayır arı saxlamağa. Sən gedib bir yolda bir maşın görsən, onu sürücüsü ola bilərsən, qətiyyən ola bilmərsən. Məsuliyyət hiss eləməlisən ki, hər bir adam arı saxlayırsa, ya bir adamın şagirdi olmalıdır bir 3 il, ya da onunla paralel də arıçılığın ilkin mərhələsini, arıçı səviyyəsində arıçılığı öyrənib, sonra arı saxlamalıdır. Onda varroa da az olacaq, bütün dərmanları da az verəcəyik. İndi bəzən hökuməti qınayırıq ki, hökumət nə eləmədi? İndi bütün adamları, hökumət arıçı səviyyəsində 18 yaşına kimi çatmış adamları arıçı səviyyəsinə öyrədə bilər, bilməz. Sən əgər arıçı olmaq istəyirsənsə, deməli, onu kitab oxumalısan, bir adamın şagirdi olmalısan, ondan sonra da arı saxlayanda o gedişatı biləcəksən, viruslara da tanıyacaqsan, bakteriyanı da tanıyacaqsan, ilkin gedişata düzgün əməl eləyəcəksən, heç bu qədər də xəstəliklər olmayacaq və arılar kütləvi ölməyəcək. Birinci şərt, kişi,
arıçı olmalısan, arıçılığı bilməlisən, sonra arı saxlamalısan, sürücü olmalısan, sonra maşın sürməlisən, yoxsa qəza eləyəcəksən. Bu qədər arı ölümlərinin səbəbi budur. Biz qarşısını ala bilmərik ki, Afrikadan bizə 3 günün içində virus gəlsin, gələcəkdir. İnvazyon xəstəlik, kiçik pətək böcəyi var, arının alma çərdəyinin içində gəlir. Viruslar bütün qidaların üstündə gəlir, 3 gün, 5 gün yaşaya bilir. Ona görə də biz əlaç yolumuz odur ki, burada yığışmışıq, vaxtımızı sərf edirik. Arıçılıq kitabı qoltuğunda olmalı. Arıçılıq məlumat kitabı, elmi kitablar bizə lazım olmasa da. Arıçının məlumat kitabını hamımız, heç kimimiz hamısını oxuyub öyrənə bilməsə də, qoltuğunda arıçının məlumat kitabı həmişə olmalıdır, ona əməl eləməlidir. Diqqətinizə görə minnətdarım. Təşəkkür edirəm. Suallar var mı Qurban müəllimə? Mən təşəkkür edirəm. Dəyərli həmkarlar, bizim bir bu arı xəstəliklərinin yayılması ilə bağlı qərb arıçılarının bir təklifi var. Bununla bağlı ölkə prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub və mən onu səsləndirmək istəyirəm. Əgər kimsənin burada bir etirazı olmasa, imzamızla da onu təsdiq eləyək və çatdıraq. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə mövzu Respublika üzrə arı ailələrinin kütləvi məhvi və xəstəliklərin yayılma riski haqqında. Hörmətli cənab prezident, biz Azərbaycan arıçıları ölkəmizdə arıçılığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarını yüksək qiymətləndiririk. Gənc arıçılara dəstək məqsədi ilə arı ailələrinin paylanması təşəbbüsü çox müsbət və faydalı addımdır. Lakin son illərdə bu arı ailələrinin Respublikanın müxtəlif bölgələrindən toplanaraq paylanması nəticəsində bir sıra baytarlıq və biotəhlükəsizlik problemləri yaranmaqdadır. Fərqli bölgələrdən gətirilən arılarla birlikdə tropik gənə, varroa destruktor, nozematoz, Amerika və Avropa çürüməsi kimi xəstəliklərin sürətlə yayılması müşahidə olunur. Son 2 ildə bu prosesin nəticəsində ölkə üzrə arı təsərrüfatlarında arı ailələrinin təxminən 50%-ə qədəri məhv olmuşdur. Bu vəziyyət yalnız arıçıların maddi itkiləri ilə məhdudlaşmır. Arı ailələrinin məhvi, kənd təsərrüfatında tozlanmanın azalması, meyvə və tərəvəz məhsuldarlığının aşağı düşməsinə, həmçinin ekoloji tarazlığın pozulmasına gətirib çıxardır. Bu səbəbdən biz aşağıdakı tədbirlərin görülməsini xahiş edirik. Birinci, gənc arıçılara paylanılan arı ailələrinin yalnız xəstəliklərə qarşı tam baytarlıq yoxlamasından keçmiş sağlam və sertifikatlı təsərrüfatlardan təmin olunması. İkinci, arı ailələrinin bölgələrarası daşınmasının məhdudlaşdırılması və ciddi nəzarətə alınması. Üçüncü, hər bölgədə yerli arı cinslərinin qorunması və onların əsasında dəstək proqramlarının həyata keçirilməsi və nəhayət dördüncü, arı ailələrinin kütləvi tələfatı ilə bağlı elmi tədqiqat işlərinin aparılması və nəticələr əsasında mübarizə tədbirlərinin gücləndirilməsi. Bu məsələlərin həlli ölkəmizdə arıçılıq sektorunun dayanıqlılığını, kənd təsərrüfatı məhsuldarlığını və bioloji təhlükəsizliyi qorunmaq baxımından son dərəcə vacibdir. Hörmətlə Azərbaycan arıçıları adından imza edəcək adamlar istəyir. Kimsənin bir etirazı bir də eşmək təşkillərində xahiş edirəm. Orada göstərirsiniz ki, arıların köçü məhdudlaşdırılsın, onu birinci növbədə eləyəcəklər və çox bəla aça bilərik ondan. İlqar müəllim, bunu gətirmişik ki, burada müzakirə edək. Yəni, nə artmaq, nə azalmaq lazımsa, mənim Muşqa burada, siz burada nə artım, azalmaq lazımsa, bunu hazırlayaq, növbəti dəfə yenə yığışacaq da biz. Ya, bax, bu şeylər məncə orada dəyişiklik olmalı. Mən də ikinci maddə. Belədə də bəladır, belədə də. Orada bir nəzarət istəyir. Valla düzgün deyil. Baytar xidməti 2008-ci prezidentin qərarı əsasında arıçılıq qanunu. Ora baxın, internetdə Google-da var. Orada baytarlıq nəzarəti üstündə son zamanlarda xərclik hamısı. Bir hamısı xərclik. O baytar da bizdə konkret heç bir baytar arı xəstəlikləri barəsində məlumatı yoxdur. O gedib 1000 dənə arının içində tropin axtaracaqdır, yoxsa varroa axtaracaqdır. Başları çıxmır.
Ona görə də ümumiyyətlə məşğulluqdan verilən arıları məhdudlaşdırılması, ümumiyyətlə ləğv olunur. Çünki ən çox tropini yayan onlardır. Əgər tropi 10 ilə gələcəksə bütün bölgələrə, bax, əgər tropi 10 ilə gələcəksə bütün bölgələrə, onlarla bərabər 2 ilə tanıyaq. Quba şimal bölgəmizdə demək olar ki, çökübdür. Gəncədə görünüb, Samuqda görünüb, bizim bölgədə. Yəni, çox bölgələrə yayılacaqdır. Onları da nəzərə alsaq ki, 25 dəfə varroa cənəsindən çox sürətlə yayılma qabiliyyətinə malikdir. Həmçində xəstəliklərə daşınmasına çox güclü təkan verir. Ona görə də arıçılıqdan, yəni satan adam belə deyək, 80 manada, 100 manada, 110 manada olsun. İspatlarsın vermir, yığır içində nə qədər jestivili var verir layihə. Ya verir ispatlı bir 8 rampanı, 7 rampanı. verməyəcəklər. Bilirik ki, verməyəcəklər. Havayı yerib deməyəcəklər. Yəni, mən fikrim buydu. İndi kimsə yoldaşlarına Bax, mən fikrim nə var. demək istəyirəm, bax, bir dənə sözüm. Bu, məşğulluqdan verilən, həm inəkdir, qoyundur, nə bilim, toyuqdur, hər nə verilirsə, arı da həmçinin. Bunlar hamısı Dünya Beynəlxalq Bankının kənd təsərrüfatının inkişafı xətti ilə verilir. Yəni, mən asosiasiyanın nəzdindəyəm, bilirəm ki, hansı proseslər gedir. Biz dəfələrlə müraciət eləmişik, bizə nə cavab veriblər, mən o sizə deyəcəm. Deməli, burada bir məsələ var ki, burada prezident qol çəkir. O qol hamını susturur. Açıq danışacağım. Ona görə də müraciət birbaşa prezident aparatına olmalıdır. Yəni, orada, yuxarıda bunu nə Sosial Müdafiə Nazirliyi, nə kənd təsərrüfatı, hamısı buradan eşidəcək, buradan buraxacaq. Çünki onlar qorxurlar. Heç kəs öz istəyiri soyuq eləmək istəmir. O qol çəkilibdir ya, o proqram təsdiqini veribdir. Dünya İnkişaf Bankı pul köçürür, müəyyən kredit faizini bizimkilər sonra ödəyirlər. Ondan da o xəttdən də paylanır, elə-belə paylanmır. Orada indi təbii ki, məlumdur ki, hansı proseslər gedir, mən arası burada danışmayacaq. İntihası, bunu dayandırmağın bir dənə düzgün yolu var. Heç kəs arı götürməz. Arı götürən adam götürür, adını yazdırır arıya. Sonra gedir orada akü qalır ki, 20 dənə arı almışam, 10-15'i belə getdi, 8'i belə getdi, 5'inin tropisi. Qardaş alma da, get nəyə yazdır, qoyuna yazdır, get qoyununu al, nəyin al. Nə şarı alsın? Sən almasan, onlar verməzlər. Onlar görəcək ehtiyac yoxdur, vermir. İnsanlar da Yox, mən sizə bir şey deyim, bu proqramın yaxşı tərəfini fikirləşirlər, sosial-iqtisadi məşğulluq proqramında insanlara birinə deyir ki, moyka aparatı verir, birinə kənd sərfatında inək verir, birinə qoyun verir, keçi verir, arı verir. Sadəcə dediyiniz məsələ, bizim Azərbaycanda arıdan başı da çıxan deyir ki, nə olsa cəhənnəm uzağa satar. Mənim bir qonşum var idi, 20 keçi aldı, bir ay saxlamadı, apardı, bazara çıxartdı, satdı. Bu bizim düşüncəmiz budur. Yəni, dövlət onu verir, güya ki, niyyəti budur ki, sən özünü bununla məşğul elə, bir şey elə. Arıya da alan, nə arıdan xəbəri var, nə arının asından xəbəri var, nə də o bir şey. Ona görə də burada proqram sosial-iqtisadi vəziyyəti götürmək üçündür. Amma bu birisi tərəfdə də baytarlıqda problem yaratdı, arıçılıqda problem yaratdı, xəstə arıyı satdılar, xəstə heyvanı belə satdılar, yayılmaq. Bu il Azərbaycan dabaqdan əziyyət çəkir, bütün ölkə dabağın ağzındadır, hamı heyvana baxan olub, heç kimdə baxmır, heç nəyində xəbər edir. Yəni, hamısı belə proqramların təsadları verilir. Düz doğru deyirsiniz ki, bunu da məhz administrasiya, dövlət başçısına yönləndirmək lazımdır ki, və bunu da peşəkar səviyyədə əlavə ilə... Bu söhbət nədən gedir? Bu söhbət TikTok istəyən olur. Baxın, deməli, burada bəzi yoldaşlar asosiasiyanın fəaliyyətsizliyindən şikayətləndir ki, asosiasiya fəaliyyət göstərmir. Amma belə deyil. Asosiasiya hər yerə əlini atır. Sadəcə bizə qarşı olan münasibət görürsən ki, dəqiqli, tam başqadır. Deyirlər ki, yalan deyilsin, cəfəngiyyatdır. Ona görə də məcburiyyət qarşıda qalıb bölgələrdə, indi qərb bölgəsi bu məktubu yazdı, digər bölgələr də yazmalıdır ki, bunlar hansı cəmlənsin, müzakirəyə qoyulsun asosiasiyada, sonra bunu məktub formasında dikilir, göndərilir, ümumi lazım olan şöbələrə, yerlərə, nazirliklərə. Bu belə olmasa, bizə yayınlanan olmayacaq. Ona görə də bunu məcburiyyətdə və ölçülür. Ondan sonra ayrılar, onu nağdlaşmış şəkildə arıçılara versinlər.
Orada özü də konkret yazılmalı ki, yəni bu layihə zərər verir. Bəli. Ondan sonra genetik analiz laboratoriyası, bal analiz laboratoriyasının mütəxəssislərin qurulması, bir də arıçılığın sığorta paketinə daxil olması. Biz müraciət eləmişik ən riskli sahəsi. Niyə? Məsəl üçün, görürsən ki, qoyundur, ölmək istəyir, başını kəsin, aparmışsan. İnək dəmçinin. Arının başını kəsə bilmirsən, qardaş. Arı bir saatın içində Bizimkiler onun başını kəsir, bu sana deyil. Olmaz. Arı alanlar var. Özləri görür ki, bu arı deyil. Deyir elə yeşiyin sataram da, başını kəsib satmaq deyil. Mən bunu götürür, yeşiyi satır, sən bunu almır da, gəl də. Tələb eləmə. Dolayısıyla başını kəsib satmaq. İndi bir Belə sakit olar. Bu əsas mətndir. Kimin nə təklifi varsa qısa və konkret ki, bu olsun. Bunu qrupda yazsın. Tək bu qərb arıçılıq qrupunda yox. Bu ümumi qlobal respublika arıçılığının problemi. Hər bölgədə təbliğ eləmək lazımdır ki, bütün bölgə arıçıları yazsın. O günü Bədrəddin müəllim dedi ki, hansı biriniz, hansı bölgə mənə məktub yazdı ki, mən onu nazirliyə ya prezidentə çatdırmadım. Heç kim bunu eləmədi. Hamı deyir ki, əşib boş şey demədi, amma bunu eləyəndən sonra deyək, görək. Boş şeydi yoxsa yox. Gözəl vermiş. Bunu kimsə aparıb verməsin. Boşla. Poçla. 5 nəfər göndər Türkiyə ya da hamımız atırıq bu. Heç bəlkə onların gönlündən keçər. 30 ildə 4 nəfər adamı göndərməyibdi ki, get buradan örgəncə bu xalqa laboratoriya işlədir. Təşrif eləmək lazımdır. Bax, bunu yazmaqla, belə eləməklə çətinliklər çoxdur. Gərək əlas qalvot 100 maması olsa nə bilim nə olar. Elə biraz kitablar oxuyub özümüzü ya da ki elə poezinin altına başımızı qoyaq. Bax, mən buradan hökumətə deyirəm. Bədrəddin müəllim asosiasiyanın səhvini, onun da gücü çatmaz. Bax, nətər eləyək ki, ay hökumət, sən kənd təsərrüfatı naziri, orada bax, deyirəm mən burada. Sən 5 nəfəri göndərib bizə laboratoriyanı oxuya bildirməmisənsə, oxutdura bilməmisənsə, bu 30 ildə biz bu qədər əziyyət çəkirik. Çıxışçı sözü peşəkar arıçımız Füzuli Verdiyevə vermək istəyirəm. Mövzumuz anabancı və müxtəlif preparatlarla müalicə metodlarıdır. Mən vaxt gedir, gün gödəkdir, xahiş edirəm çıxışçıya da imkan verin, lakonik səviyyədə öz çıxışını eləsin və müzakirələrdə də çalışaq biraz korrekt olaq və qrup var da, müəyyən qruplarda da yazışa bilirik, filan edirik. Ona görə də buyurun Füzuli. Hər bizi salamlayıram, mən gecikdim görüşəmə, təbrikəsən. Burada bu anabancı məsələsini mən saxlayaq gələn səfərə, biraz vaxt uzun getdi, arıçılarımız da yorulubdur. Əsas bugünkü məsələ bu müxtəlif arı ailələrinin müxtəlif preparatlarla müalicəsindən söhbət etmək istəyərdim. Deməli, bizim çıxış edən İlqar müəllim, Qurban müəllimdir, tam əhatəli danışdı. Bütün başımıza gələn problemlərin hamısının səbəbkarı Varaodur. Və bu Varao'da biz o qədərlə belə nəzər deyim, bizi sıxır ki, deyək ki, hansısa qrupda, hansısa canlı yayımda büyünlər dedilər ki, hansısa bir dərman adı çəkilir. Bu, mən vurdum, gözəl təsirlədir. Sabahları, mən mağaza işlətdiyim üçün bunu görürəm də, sabah gəlirlər, həmin o dərman axtarır. Ta demir ki, mən indiyənə qədər 20 dəfə dərman vurmuşam buna. Lazımdır. Deyək, bunu da vurum, ölsün keçsin. Hər bir arıçımız bilməlidir ki, istənilən bir Varao'ya qarşı edilən dərmanlama birinci, ana arının yumurtalanan təsiri onun ömrünü gözəldir. Artıq doza ana ölümünə gətirib çıxardır. İkincisi, arıların fitin təbəqəsini yandırır. Üçüncüsü, ən böyük odur ki, arıların immuniteti düşür. İndi bu virus xəstəliklərindən bayaq danışdıq, başqa gənənin gətirdiyi bəlalardan danışdıq. Bunların hamısının yenə də başında durur arı immunitetini aşağı düşməyə. Bu yaxın keçmişdən danışaq da, bir ailədə 5, 4, 3 nəfər ailə üzvləri olubdur. Bunların bu Covid, deyək ki, 3-ünü yaxaladı, 2-sini yaxaladı, məsələn, bir nəfəri yaxalamadı. Onun arxasında durur nə?
güclü immunitet. Arı ailələrin immunitetlərini çalışıb aşağı salmaq lazım deyil. Lazımsız dərmanlardan istifadə etmək lazım deyil. Xəyal Qarayev sağ olsun, Allah canını sağlıq versin. Yəni mən dəfələrlə bunu hər yerdə demişəm. O ana arı qəfəsində biraz düzün desəm bu 23'lük ramka boyda olan qəfəs çıxana qədər biraz çətinlik idi də. Nəzarət lazım idi, ondan sonra müxtəlif qəfəslərdən istifadə edir. Bu tam belə deyək, məndən ötəri mənim şəxsi istifadəm üçün bu 23'lük ramka boyda olan ana qəfəsləri çox idealdır. Yəni inşallah Allah qoysa qış qəfəslənməsində də ondan istifadə edəcəm. Məsələ nədir? İndi yəni mən öz şəxsi iş prinsipindən deyim. Məndən ötəri ana arıların qəfəslənməyi 25 gün bəs edir. Mən şəxsi özüm üçün deyirəm də, yəni arı adam üçün deyirəm. Nəyə görə 25 gün bəs edir? Mənə nə lazımdır? Balasız dönəm yaratmaq, bal süzünə, axırıncı bal süzünə. Balasız dönəm yaratmaq, bir də yuvada olan ramkaları oradan ləğv eləmək. Mən 20'ye yaxın arıda, 160 arıdan 20'ye yaxın arıda askanfiroz xəstəliyi görmüşdüm, köbələk görmüşdüm. Və o ailələrin 19'unda bütün yuvadakı ramkalarını, nə qədər bala becərlər ramkalar ki vardı, o kənardakı güləmli ballı ramkadan başqa qalan hamısını ləğv elədim. Və dərmanlama da qurtardıqdan sonra, yəni yemləmə dövründə bir dənə mən orada istifadə eləmişəm manglavitdən, manglavit, flukonazol qarışıq, yəni ondan istifadə eləmişəm, nosemiddən istifadə eləmişəm və akmaksdan, yəni nosemid 3-cü yemləməni onunla eləmişəm. Yəni bunları eləmişəm, o 20 arıdan 19'unda büyünləri, askanfiroz xəstəliyi göstərir. Yəni bu ola bilsin ki, amma bir dənə arıda, fakt o arıda büyündə var. Yəni onun anasını da dəyişdim, bir effekt vermədi. Yəni o var, bir arıda var. Hansı yuvandakı bütün ramkaların hamısı dəyişildi, qara ramkaları ləğv olundu, onlarda onun əlaməti hələlik görsənmir. Bəlkə indən sonra demirəm, görsən, amma büyüyünə qədər görsənmir. Qaldı yemləmə. Yemləmədə əsas mən vasitə kimi istifadə edirəm KAS 81'dən. Neçə illərdir və KAS 81'i də ham üçün əl çatandır. Və bu dəqiqə bu günləri mən özüm yoxşanı yığıb gətirir, sapsarı süt çiçəkdir. Yoxşanı bu dəqiqə ən gözəl yığılma dövrdür. Yoxşanı yığa bilərsiniz, yəni arıçılar tənbəllik eləməsin, ancaq onu gün altında qoyub qurutmaq olmaz. Kölgədə biraz da seyrək haldır. Qurutmaq lazım, keyfiyyətli qurutsun. Üzümüzə Allah qoysa yaz gəlir. Yazda hələ yemləmə başlamamışdan yəqin ki mümkünat olacaq. Acı yoxşanın ilkin mərhələsi və şam ağacının ucunda çiçəkləri olur. Belə düyü kimi olanda, hansı ki qozalar əmələ gəlir, düyü boyda olanda onun yığılma vaxtıdır. Onu da yığıb kölgədə qurudum, yəni pul da vermişsiniz də buna. Yemləməni bundan edir. Bu nozema xəstəliyidir. Ondan sonra düzgün yemləmlə, qrafiklə düzgün yemləmə geçsə, həmin o KAS 81 ilə yemlənən arı ailələrində alicə rəngində də görəşdirir. Arıların rəngində parlaqlıq, şəffaflıq var. Ondan sonra bax, gənə problemində. Mənim, bilmirəm, bəlkə ondandır, bəlkə nədəndir, mənim ətrafımda bir 2 kilometr, hava yoluna 2 kilometr, 3 kilometr aralıqda tropik gənəsi çıxırdır. Amma bu gün fakt o qrafiklə yemlənmənin nəticəsində həmin, bax, mənim məhəlləmdə olan arıxanada elə bir əlim axtarır. Hər işləricə eşirəm, baxıram ki, görüm tropik gənəsi var mı? O da deyə bilmərəm ha bunu məndə, amma praktikadan gördüyümü deyirəm ki, yəni böğrümdə 3 km, 2 km məsafədə hava yolunda var, tropi var, aşkarlanır. Mütəmadi KAS 81 ilə qidalanan arı ailələrində gənə problemi KAS 81-ci, 81-ci ildə rusların icad elədiyi bir vasitədir, təbii vasitədir. Onu da gənəyə qarşı icad edir. KAS 81 gənəni töhmür, amma onun inkişaf mərhələsinin qarşısını alır. KAS 81 qidalanan, o süd verilən arı balaları ki var, onların yanında gənənin inkişafı hardasa da bir 50-60%, 70% aşağı düşür.
Çünki onunla qidalanan arılarda gənə inkişaf edə bilmir. Ayda onun, məsəl üçün, iyindəndir, nədəndir, altı sürməli yenişlərdə az-az da olsa görürsən ki, gənə tökümləri olur. Ona görə də bax, KAS-81-i ancaq çalışıb, tez-tez qrafiklə, deyək 2 gündən bir verirsən, 3 gündən bir verirsən, stabil olaraq güclü ailələrə 1 litrdən verir, zəif ailələrə yarım litrdən verir. Yəni, nəticəsini, bircə il bunu eləyən insan nəticəsini görəcək.